Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və doğma məktəbimizin hörmətli şagird kollektivi. Bugün gələcəyin işığı Efemik Radiosunun efirində səslənən veriliş adi bir tarixi xatırlatma xarakteri daşımır. Bu efir Azərbaycan ədəbi mədəni yaddaşının elmi əsaslarla dərk edilməsi, klassik poeziya irsinin müasir düşüncə kontekstində qiymətləndirilməsi və gənc nəslin estetik, mənəvi dünyasının zənginləşdirilməsi məqsədi daşıyır. Bugün biz Azərbaycan ədəbiyyatında qəzəl janrını yeni mərhələyə yüksəltmiş, sözə xalq ruhu, həyat həqiqəti və dərin fəlsəfi məna qazandırmış böyük sənətkar Əliağa Vahidin doğum gününü ehtiramla qeyd etdik. Verilişi sizinlə birlikdə aparan şəxs Lənkəran rayonunun Yuxarı Bərkənd Tamorda Ümumi Təhsil Məktəbinin 6 sinif şagirdi Nuray Həmzəyevadır. Bu efirdə mən bir şagird kimi deyil, milli ədəbi irsimizin daşıyıcısı olan bir gənc vətəndaş mövqeyindən danışmağa çalışacağam. Məqsədim Əliağa Vahidin şəxsiyyətini və yaradıcılığını yalnız faktların sadalanması ilə deyil, elmi ədəbi yanaşma əsasında təqdim etmək, onun poeziyasının Azərbaycan mədəniyyətində tutduğu mövqeni sistemli şəkildə izah etməkdir. Hörmətli dinləyicilər, Əliağa Vahid 17 oktyabr 1895-ci ildə Abşeron rayonu Masası qəsbəsində anadan olmuşdur. Abşeron mühiti zəngin folklor ənənələri, xalq danışıq dili və şəhər-kənd mədəniyyətini vəhdəti ilə seçilən xüsusi bir ədəbi mühitdir. Məhz bu mühit gələcək qəzəlxanın poetik düşüncə tərzinin formalaşmasında mühüm rol oynamışdır. Onun uşaqlıq və gənclik illərində şahid olduğu sosial mənzərə, insan münasibətləri və həyat reallıqları sonrada yaradıcılığında əsas mövzu xəttinə çevrilmişdir. Əliağa Vahid 20 əsr Azərbaycan ədəbiyyatında qəzəl janrının davamlılığını təmin etmiş nadir sənətkarlardandır. Ədəbiyyatşünaslıq baxımından Vahidin yaradıcılığı klassik şərq poeziyası ilə müasir realizmin sintezidir. O, Füzuli məktəbinin poetik forma və obraz sisteminə sadiq qalaraq qəzəli süni vəzifələrdən uzaqlaşdırmış, ona real həyatın nəfəsini gətirmişdir. Bu xüsusiyyət Vahidin poeziyasını həm inkar, həm də xalq üçün anlaşılan etmişdir. Əliağa Vahidin poetik dili sadə, lakin son dərəcə dərin məna yükünə malikdir. Onun qəzəllərində leksik vahidlərin böyük əksəriyyəti xalq danışıq dilinə yaxın olmaqla yanaşı, yüksək estetik dəyər daşıyır. Dilçilik elminin yanaşmasına görə Vahidin yaradıcılığı Azərbaycan ədəbi dilinin demokratikləşməsi prosesində mühüm mərhələ təşkil edir. Aparılan araşdırmalar göstərir ki, 20-ci əsrin ortalarında ən çox əzbər bilinən qəzəllərin əhəmiyyətli hissəsi məhz Əliağa Vahiddən məxsus olmuşdur. Hörmətli dinləyicilər, Əliağa Vahid yaradıcılığında məhəbbət mövzusu xüsusi yer tutur. Lakin bu məhəbbət sırf romantik hiss kimi deyil, insanın mənəvi dayağı, daxili dünyasının əsas istiqaməti kimi təqdim olunur. O, sevgini, həyatın çətinlikləri fonunda insanı həyata saxlayan güc kimi xarakterizə edir. Bu yanaşma, müasir ədəbiyyat nəzəriyyəsində insanın psixoloji vəziyyətinin fərdi modelləşdirilməsi kimi dəyərləndirilir. Bununla yanaşı, Vahidin poeziyasında zamanın ədalətsizlikləri, cəmiyyətin sosial təbəqələşməsi, insanın daxili narahatlığı və taleyə münasibət də öz əksini tapır. O, açıq sosial tənqiddən çox, bədii simvolika və məcazlar vasitəsilə cəmiyyətə mesaj ötürür. Bu isə onun yaradıcılığının ideoloji baxımdan uzunömürlü olmasını təmin etmişdir. Əliağa Vahidin yaşadığı dövr Azərbaycan üçün mürəkkəb tarixi mərhələ idi. Sosial-siyasi dəyişikliklər, mədəni transformasiyalar və ideoloji təzyiqlər ədəbi mühitə ciddi təsir göstərirdi. Belə bir şəraitdə Vahid klassik poeziyanı qoruyaraq milli kimliyin yaşadılmasına xidmət etmişdir. Ədəbiyyatşünas alimlərin fikrincə, bu mövqe mədəni davamlılığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Əziz dinləyicilər, Əliağa Vahid təkcə qəzəl ustası deyil, eyni zamanda sözün ictimai məsuliyyətini dərk edən ziyalı idi. Onun yaradıcılığı sübut edir ki, poeziya yalnız estetik zövq deyil, həm də mənəvi tərbiyə vasitəsidir. Məhz bu səbəbdən Vahidin irsi bugün də təhsil prosesində, xüsusilə gənclərin ədəbi zövqünün formalaşmasında mühüm rol oynayır.
Aparılan elmi araşdırmalar göstərir ki, klassik ədəbiyyata maraq gənclər arasında təqdimat formasından asılı olaraq dəyişir. Əliağa Vahidin sadə, lakin dərin nəzərləri müasir oxucu üçün də aktualdır. Onun poeziyası insanı düşünməyə, öz daxili aləmi ilə üz-üzə qalmağa vadar edir. Bu isə ədəbiyyatın əsas funksiyalarından biridir. Bir şagird kimi mənim üçün Əliağa Vahidin yaradıcılığı sözə hörmətin, dilə sədaqətin və milli kimliyə bağlılığın canlı nümunəsidir. Onun poeziyası bizə öyrədir ki, klassik irs keçmişdə qalan miras deyil, bugünümüzü və gələcəyimizi formalaşdıran mənəvi qaynaqdır. Hörmətli dinləyicilər, bugün Əliağa Vahidin doğum gününü qeyd etməklə biz yalnız bir şairi xatırlamırıq. Biz sözə verilən dəyəri, milli ədəbi düşüncəni və mədəni yaddaşın davranıldığını təntənəli şəkildə təsdiqləyirik. Bu irsi yaşatmaq, oxumaq və təbliğ etmək hər birimizin mənəvi borcudur. Gələcəyin İşığı FM radiosunun efirində səslənən bu veriliş dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Mən 6B sinif şagirdi Nuray Həmzəyeva olaraq klassik Azərbaycan ədəbiyyatının təbliğində iştirak etməyi böyük məsuliyyət və şərəf hesab edirəm. Əliağa Vahidin zəngin poeziya dünyası qarşısında ehtiramla baş əyir, bu irsin gələcək nəsillərə daha dərindən və daha düzgün şəkildə ötürüləcəyinə dərin inamımı ifadə edirəm. Diqqətinizə görə sağ olun. Efirimiz burada başa çatır.